Gördüyümüz düzülüş şagirdlərin hazırlayıcı hissəsi üçün nəzərdə tutulmuş düzülüşdür. Bu vəziyyətdə şagirdlər əsas hissəyə hazırlıq üçün qızışdırıcı hərəkətlər eləməlidir. Qızışdırıcı hərəkətlər əzələnin isinməsini təmin edir və şagirdlər dərsin əsas hissəsində zədə almır. Dərsimizin adı qüvvə hərəki qabiliyyətidir. Bu düzülüşdə müəllim qızışdırıcı hərəkətlər verəndə hərəkəti sağ tərəfə deyirsə, sola eləməlidir. Bu fiziki tərbiyədə güzgü qaydası adlanır. Əgər müəllim hərəkəti sağa deyirsə, uşaqlar sağ eləməlidir, şagirdlər sağ eləməlidir, müəllim isə sola eləməlidir. Çünki şagirdlərin istiqamətində hərəkət yerinə yetirilməlidir. İndi isə bunu biz şagirdimizin vasitəsilə sizə göstərəcəyik. Hərəkətə çıxış vəziyyəti, əllər və bu bədənin sağa-sola hərəkəti göstərirlər. Hərəkətə çıxış vəziyyəti olaraq sol tərəfdən başlar. Gördüyümüz kimi şagirdimiz sol tərəfə deyib, özü sağ tərəfə başladı. Bu şagirdlərin istiqamətində yerinə yetirilməlidir və düzgün icra olunmuş hərəkətdir. Bu fiziki tərbiyədə güzgü qaydası adlanır.